Deməli belə baxırıq 30 nömrəli testdə yazılıb ki, palıd, şam, masa, sual. Palıd da, şam da ağac növüdür. Yəni palıd ağacı, şam ağacı vardır. Deməli masa da bura uyğun gələn şkafdır. Çünki masa da, şkaf da mebelin bir növüdür. Deməli 30-da oldu cavab C. 31-ə baxaq. İl, yaz, ömür, sual. Yaz ilin fəsillərindən biridir. Ömür də, cavanlıq da ömrə aiddir. Yəni daxildir. Necə ki, ona görə cavanlığı seçirik, qocalığı seçmirik ki, belə deyək də, ömür, cavanlıq ömrün belə deyək, bahar hissəsindən, bahar çağlarından biridir. Yəni bu məntiqdən, bu anlamdan irəli gəlir o. Bizim cavanlığı seçməyimiz yaz fəslinə uyğun olaraq oradan götürürük. Daha sonra 32-yə baxırıq. Yaralanmaq ağrıdır. Yaralanmağın nəticəsi ağrı verir. Sürətin nəticəsi də avtomobili sürətlə sürməyin nəticəsi də qəza verir. Qəza ilə nəticələnir. 32B-dir. 33-də şeir, poeziya. Poeziya deyəndə şeir, poeziya. Poeziya sözünün mənası ümumiyyətlə təsvirdir. Təbiət təsviridir. Hekayə də biri var nəzm, biri də var nəsr. Nəzm şeirdir. Ədəbiyyatdan bu keçmisinizsə yadınıza qalar. Nəsr isə hekayə idi. Ona görə də hekayə də nəsrin bir növüdür. 33-də də A oldu. 34-ə baxaq. Mikologiya göbələklər haqqında bəhs edən bir elmdir, bir bölmədir. Antropologiya isə antropo insan deməkdir. Logosda bəhs edən, təlim, bəhs etmə deməkdir. Antropologiya da insanlar haqqında bəhs edən bir sahədir, bir elmdir. 35-ə baxaq. 35-də isə gül, biosfer. Sfera təbəqə deməkdir, bio da bitki. Biosfer deməli bitki olan təbəqədir, sferadır. Hidrosfer də hidro su, sfera da təbəqə və yaxud da sfera, su sferası. Atmosfer sözü də sözün kökü atmo, yəni hava, təzyiq yaxud da sfera da yəni bir sfera, təbəqə. İndi buradan da gül bitki sferasına aiddir. Qranit də litosferə aiddir. Çünki litosfer də litos, daş yaxud da qum deməkdir. Yəni bu bəzi terminlər var ki, bunları bilsəniz, öyrənin bunları. Bunları bilsəniz çox asan gələcək sizə. Və 36 nömrəli testə baxaq. At, maşın, ox, sual. At, maşın belə deyim də oxşarlıq var. Yəni keçmiş dövrdə atdan istifadə olunubsa nəqliyyat vasitəsi kimi, indi maşından istifadə olunur. Ox da keçmiş dövrdə, daha doğrusu qədim dövrdə oxdan istifadə olunurmuş. Güllə də indiki yəni dövrdə istifadə olunur. Burada silahla qarışdırmayın. Burada yayı nəzərdə tutmur. Oraya əgər yay yazılsaydı, oxun yəni yayın yazılsaydı, onda silahı götürmək olardı. Lakin burada ox yazılıb. Güllə də tapançanın içərisində olandır. Yəni bu anlamdan daha dəqiq izah elədim ki, başa düşəsiniz. 36-da da cavab oldu B variantı, güllə.